Salam, dərs 46-nın izahına baxaq. Nəqliyyatın coğrafiyası. Nəqliyyat ölkələr, rayonlar arasında müxtəlif əlaqələri həyata keçirir. Əhəmiyyətinə görə təsərrüfat sahələri arasında 3-cü yeri nəqliyyat tutur. Dünya üzrə yük və sərnişin dövriyyəsinin 75-80% nəqliyyatda inkişaf etmiş ölkələrin payına düşür. İnkişaf etmiş ölkələrdə nəqliyyat sürətli inkişaf etsə də, inkişaf etməkdə olan ölkələrdə nəqliyyatın bir və ya iki növü inkişaf edir. ETİ dövründə nəqliyyatda konteynerləşmə, yəni yüklərin iri metal qutularda daşınması həyata keçirilmişdir. Nəqliyyat quru, su və hava nəqliyyatı olmaqla 3 yerə bölünür. Deməli, nəqliyyatın 3 növü var. Quru nəqliyyatı, su nəqliyyatı və hava nəqliyyatı. Quru nəqliyyatına aiddir avtomobil, dəmir yolu və boru kəmər nəqliyyatı. Dünya üzrə yük daşıma və sərnişin daşıma diaqramları verilib. Dünyada yük daşımanın əsas hissəsini tutur dəniz nəqliyyatı. İkinci yerdə gəlir avtomobil nəqliyyatı. Üçüncü yerdə boru kəməri, dördüncü hissədə dəmir yolu, ondan sonra gəlir çay nəqliyyatı, ən sonda isə yük daşımaya görə hava nəqliyyatıdır. Dünya üzrə sərnişin daşınmasına görə birinci yerdə avtomobil nəqliyyatı, ikinci yerdə dəmir yolu nəqliyyatı, üçüncü yerdə həm çay nəqliyyatı, həm hava nəqliyyatı. İkisi də eyni nisbətdədir. Ən sonda isə dəniz nəqliyyatı gəlir. Deməli, sərnişin daşımasına görə avtomobil, dəmir yolu, çay və hava nəqliyyatı, ən sonda dəniz nəqliyyatıdır. Avtomobil nəqliyyatı sərnişin daşımasının ən çox payını özündə birləşdirir, 82%-ni. Avtomobilin üstünlüyü yaxın və orta məsafələrə daşınma, həmçinin şəhər daxili, şəhər ətrafı daşınma və qapıdan qapıya xidmətinə görə fərqlənir. Avtomobil yollarının uzunluğuna görə ABŞ, Rusiya, Hindistan, Braziliya, Çin əsas yolu tutur. Dünyanın ən mühüm avtomobil yolları, yəni transmagistralları Pan-Amerika, Trans-Amazon, Trans-Avrasiya, Trans-Avstraliya xətləridir. Eyni zamanda Trans-Sibir, Trans-Afrika xətləri əsas xətlərdir. Pan-Amerika xətti Kanadanın ən şimalından Argentinanın ən cənubuna qədər uzanan xəttdir. Deməli, Kanadanın şimalından Argentinanın cənubuna qədər uzanan xətt Pan-Amerika magistral xəttidir və dünyanın ən uzun yoludur. 14 ölkədən keçir. Dəmir yol nəqliyyatı. Dəmir yol nəqliyyatı orta və uzaq məsafələrə ağır yüklərin daşınmasında, eyni zamanda şəhər daxilində sərnişin daşınmasında mühüm əhəmiyyəti vardır. Ən çox dəmir yol xətləri ABŞ, Rusiya, Çin, Almaniya, Hindistan, Braziliya, Avstraliya ölkələrinin payına düşür. Hazırda Asiya Sakit Okean layihəsi hazırlanmışdır. Bu, Singapur, Tayland, Çin, Rusiya, sonra Bering dənizi vasitəsilə Kanadada Vancouver və ABŞ-da San Francisco şəhərinə qədər uzanır. Qərbi Avropa, Yaponiya, Çin sürət qatarlarına görə xüsusilə seçilirlər. Boru kəmər nəqliyyatı neft və qazın daşınmasına görə əsas rol oynayır. Su nəqliyyatı. Su nəqliyyatı dəniz və daxili sulara bölünür. Burada gəmilərlə neft məhsulları, daş kömür, dəmir filizi və s. daşınır. Bunu da dəniz ticarət donanması həyata keçirir. Dəniz ticarət donanması daha çox ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Yaponiya kimi ölkələrdədir. Eyni zamanda Liberiya və Panamada dünyanın ən böyük dəniz ticarət donanmasına malik olan ölkələrindəndir. Dünya ticarət donanmasına Panama və Liberiya başçılıq edir.
Bunun da əsas səbəbi bir çox inkişaf etmiş ölkələr köhnəlmiş gəmiləri öz ölkələrində yüksək vergi ilə ödəmək istəmirlər. Buna görə də Panama və Liberiyanın və bir çox başqa kasıb ölkələrin bayrağı altında nisbətən ucuz başa gələrək onlara həvalə edirlər. Bu yolla daşınan yüklər də frakt adlanır. Dünyanın əsas dəniz limanları. ABŞ-da Sakit Okean hövzəsində Valdis, San Francisco, Seattle, Los Angeles, Atlantik Okeanı hövzəsində New York, Philadelphia, Yeni Orlean və Tampa dəniz limanlarıdır. Kanadanın Sakit Okean hövzəsində Vancouver dəniz limanı, Meksikanın Atlantik Okeanına aid olan Tampico dəniz limanıdır. Tampa ABŞ-a aiddir, Tampico isə Meksikaya aiddir. Braziliyanın Atlantik Okean sahilində Tubaran, Santos dəniz limanları, Carda Hind Okeanı hövzəsinə aid olan Richards Bay dəniz limanı, Avustraliyada Newcastle, Dampik, eyni zamanda Perth Headland dəniz limanları, Singapur ərazisində Singapur dəniz limanı, Misirdə İskəndəriyyə, İtaliyada Genua, Fransada Marsel, eyni zamanda Marseldən əlavə Havre, Fransada 2 dəniz limanı Marsel və Havre'dır. Böyük Britaniyada London, Niderlandda Amsterdam, Rotterdam, Almaniyada Hamburg, Belçikada Antwerpen dəniz limanlarıdır. Eyni zamanda Misirdə İskəndəriyyə, Türkiyədə İskəndərum dəniz limanları. Mena Əl-Əhmədi Küveytdə, Ras Tanura Səudiyyə Ərəbistanda, Xark İranda, Pusan, Ulsan limanları Cənubi Koreyada, digər gördüyünüz limanlar hamısı Çin ərazisindədir. Tiansizi, Sindanao, Şanxay, Ningbo, Siyanqan və s. dəniz limanları Çindədir. Əsas dəniz limanları bir də təşkil edir Yaponiyada. Tokyo, Tiba, Kawasaki, Yokohama, Nagaya, Kobe, Osaka, Kure, Kitakyushu dəniz limanları əsasən təşkil olunur Yaponiyada. Rusiyada Novosibirsk, eyni zamanda bu hissədə Vladivostok dəniz limanları yerləşir. Dəniz yüklərinin daşınmasında əsas yeri Atlantik Okeanıdır. Son zamanlarda da ən çox yüklər Yaponiya, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələrində, Avstraliyanın şərqi, ABŞ, Kanadanın payına düşür. Dünyada dəniz nəqliyyatını inkişaf etdirmək məqsədi ilə Panama, Süveyş və Kil kanalları çəkilmişdir. Daha çox yüklər daşınan boğazlar La-Manş, Cəbəlü-Tariq, Hörmüz, Malakka, Koreya, Bosfor boğazlarıdır. Dünyanın bir sıra ölkələrində də gəmi-bərə nəqliyyatı inkişaf etdirilir. Gəmi-bərə nəqliyyatı Bolqarıstan, Ukrayna, Yunanistan, İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İsveç arasında aparılır. Dəniz nəqliyyatında daxili yük daşımalar mövcuddur. Daxili yük daşımalarda kabotaj adlanır. Kabotaj 2 yerə bölünür. Böyük və kiçik kabotaj. Kiçik kabotaj ölkənin eyni limanları arasındadır. Böyük kabotaj isə ölkənin müxtəlif dəniz limanları arasındadır. Məsələn, Türkiyənin Qara dənizdəki limanları arasında daşıma kiçik kabotajdır. Amma Türkiyənin Qara və Aralıq dənizləri arasındakı daşınma isə böyük kabotaj adlanır. Çay nəqliyyatı. Bu nəqliyyat növü dəniz nəqliyyatı nisbətən bahalıdır və ona görə də dəniz nəqliyyatından geridə qalır. Əsas çay nəqliyyatı Avropada Reyn çayında, Oder, Dunay, Elba, Volqa, Dnepr, ABŞ-da Missisipi, Çində Xuanxe, Yansızı çaylarında daha çox inkişaf etmişdir.
Çay nəqliyyatı Almaniyada Reyn çayında Duisburg limanı, Rusiyada Volqa çayında Samara limanı, Ukraynada Dnepr çayında Xerson, ABŞ-da Missisipi çayında St. Louis limanını misal göstərmək olar. Hava nəqliyyatı, nəqliyyatın ən yeni, ən bahalı, ən dinamik, ən sürətli inkişaf edən nəqliyyat növüdür. Dünyanın əsas hava limanları, deməli, Atlantada, yəni ABŞ-da Jackson hava limanı, ABŞ-da Chicago'da O'Hara hava limanı, Çində Pekində Şoudu hava limanı, eyni zamanda Şanxayda Pudun, Londonda Heathrow, Yaponiyada Frankfurtda Rhein-Main, Fransada Parisdə Charles de Gaulle, Tokyoda Haneda, Dehlidə isə Indira Gandhi, Jakartada Sukarno, hatta İstanbulda Atatürk hava limanıdır. Qitələr arası sərnişin daşımasında hava nəqliyyatı birinci yeri tutur. Beynəlxalq turizm. Turizm sektoru özündə hotel, turizm firmaları, suvenir istehsalı, reklam müəssisələrini və s. birləşdirir. Turizm başlıca forması kurort sanatoriya, şəhər gəzintisi, dağ xizək turizmi, çimərlik dəniz safari macərası və s.dir. Turizm üçün ərazilərin cəlbedicilik səviyyəsi, siyasi sabitlik, güclü iqtisadiyyat, yüksək xidmət, əhalinin milli ənənəvi adət-ənənələri və s. əsas götürülür. Hazırda turizm gəlirinə görə neft sənayesi və avtomobildən sonra 3-cü yeri tutur. Eyni zamanda ölkələr arasında vizaların sadələşdirilməsi turizmin daha çox inkişaf etməsinə səbəb olur. 1985-ci ildə Lüksemburqun Şengen şəhərində Avropa ölkələri arasında gömrük sərhəd nəzarətinin ləğv olunmasına dair razılaşma var. Bu da Şengen vizası əldə edilmişdir. Şengen vizası almış turistlər həmin zona daxilində sərbəst hərəkət edə bilirlər. Şengen vizasına 26 Avropa ölkəsi daxildir. Şengen vizasına daxil olan ölkələr İslandiya, İsveç, Norveç, Finlandiya, İtaliya, İspaniya, Fransa, Almaniya və s. ölkələridir. Daxil olmayan ölkələr isə İrlandiya, Böyük Britaniya, Danimarka və cırtdan dövlətlər Andorra, Monako, San Marino dövlətləri Şengen vizasına daxil deyillər. Son dövrlərdə turizm sənayesində yeni istiqamət, yerli ənənələrinə sadiq qalmış regionlara daha çox meyil artır. Bu da Nepal, Qırğızistan, Peru, Meksika və digər ölkələrdə olur. Eyni zamanda Efiopiya, Somali, Yəmən, Əfqanistan kimi ölkələrdə turizm imkanı böyükdür. Amma burada siyasi sabitliyin, can güvənliyinin olmaması turizmin inkişafını ləngidir. Turizmin başlıca formaları tibbi və kurort sanatoriya məqsədli, şəhər gəzintisi, dağ xizək, tarixi abidə, çimərlik, safari macərası, dini turizm, ticarət turizmi və s.dir. Dünyada uzun illər turizmin əsas etalonu dəniz, günəş və qumdur. Yəni 3S hərfi, S turizmi. Hazırda isə milli adət-ənənə, peyzaj və asudə vaxtı əks etdirən turizm, yəni 3L-i özündə birləşdirir. 4-cü el isə turist axınını tənzimləmək məqsədi daşıyır. Azərbaycan da turistik baxımdan inkişaf etmiş ölkədir. Burada əsas landşaft iqlim şəraiti, bu dağlıq əraziləri daha çox Qusar, Şamaxı, İsmailli, Qəbələ bölgələri, eyni zamanda çimərlik turizmi, Nabran Yalama, Girəzi Zarat, Mərdəkan, Buzovna və s.dir. Tarixi memarlıq abidələri turizmi, Bakıda Qız Qalası, Şirvanşahlar Sarayı, Şəkidə Xan Sarayı gələrsən, görərsən, eyni zamanda Şamaxı, Şuşa, Gəncə və s.dir. Kurort sanatoriya turizmi isə daha çox Naftalan, Qalaaltı, Mərdəkan, Bilgə, Kəlbəcərdə İstisu, Qubada Xaldan və s. ərazilərindədir.